İndi isə gəlin AUS servisə baxaq. Ə, Burada mən sadəcə olaraq bu platformun altında yeni bir Spring modul yaratmışam. Maven'dan yaratmışam. Yoldaşlar, mən burada POM XML falan göstərməyəcəm. Onsuz da mən bunu Git'a push eləyəcəm. Git'dən baxa bilərsiniz. Burada prosto bunu parent project kimi yaratmışam. Və onun altında bu AUS servisi submodul kimi vermişəm. Parent dependency'lər falan yaratmışam. AUS servisin içində də JVT-in filan bəzi kitabxanalar var. Onların dependency'ini əlavə eləmişəm. Burada görə bilərsiniz. Spring Web-dir, Security, Data GPA-dir, Redis-dir, Rabbit-dir, Validation'dır, Actuator, Prometheus'dur, PostgreSQL, JVT, Twilio, OpenAPI, yəni Swagger, Lombok, Spring test onsuz da gəlir. Bu kimi. Yəni bunu bir də manual ruchno yazıb ya da AI ilə generate edib göstərmək istəmədim. Demək, AUS servisdən başlamaq istəyirəm sürətli şəkildə. Bu application YAML eləyəcəm bunu. Bunun içərisində gəlin konfiqurasiyalarımızı yazaq. Demək, AUS servis verirəm bura. Birinci neyəcəm? Ən birinci serverin portunu verirəm. Biz bilirik ki, 8081 portunda run eləyəcəyik. Application name-i vermişik. Data source-u verirəm. Data source-un URL-ni verirəm. Demək, GDB-si MySQL yox, bizi üzdü. Demək, deyirəm ki, PostgreSQL. Environment variable set eləyəcəm yoldaşlar. Deyirəm ki, dbHost olmasa localhost. Port deyirəm. Deyirəm ki, dbport 5432 portu. dbname AUS tip. Ondan sonra username-i verirəm. db username. Password-ımı verirəm. Driver class name-i verirəm. Standart olacaq. PostgreSQL driver. GPN konfiqlərini verirəm. Hibernate, DDL Aftonu update edirik. Burada yoldaşlar Liquibase-dən istifadə eləməmişəm. Ona görə birbaşa olaraq update vermişəm. Liquibase-dən istifadə etsəz daha yaxşıdır, amma mən bu proyekt üçün eləmədim. Onu eləmişəm, demək, səhv eləmirəmsə, book servisdə onu eləmişəm. Deməli, neyinirik? Ondan sonra show SQL. Show SQL onsuz da false-dur. Bu parametr verməyəcəm. Dialekt filan verməyə ehtiyac yox. Ondan sonra neyinirəm yoldaşlar? Demək, datada, Spring datada Redis-in konfiqlərini verirəm. Redis-in hostunu verirəm. Redis-in hostuna deyirəm ki, Redis host olmasa localhost. Burada da Redis port verirəm. Bunların hamısı environment variable-lardır yoldaşlar. Bunları config mapdə saxlayacaq. Oradan set olacaq. Sonra Rabbit-ə gəlirəm. Deyirəm Rabbit. Rabbit-in hostunu verirəm. Deyirəm ki, Rabbit M2 host olmasa localhost. Sonra portu verirəm. Username sağ olsun bizə köməkliyi göstərir. Rabbit-in konfigini də verdik. Belə vsyo. İndi custom şeyə keçək. JVT-nin konfiglərini verəcəm. JVT-nin sekretini verirəm. Sekret JVT sekretdə saxlayacağam. Olmasa belə bir dənə key olsun. Amma həmişə olsa yer götürəcək bunu. Ondan sonra deyirəm access token expiration deyirəm. 3600 olsun. 1 saat. Ondan sonra refresh token verirəm. Expiration. Bunlar hələ ki istifadə olunmur. İstifadə olunmadığına görə belə altından sarı xətt çəkim, amma biz bunun hamısını istifadə eləyəcəyik, narahat olmayın. Rekordda girdim, okey. Ondan sonra Twilio konfigini verirəm. Deyirəm ki, Twilio altında, bu da custom konfigdir. Account session ID, demək account SID-ni verirəm, olmasa bu. Mouse token from number. Bunlar da şeydən gəlir. Sekretdə saxlayacaq bunları. Sekret yox, config mapdə. Ondan sonra Prometheus-un konfiglərini verəcəm yoldaşlar. Metrikaların konfigini. Bilirik ki, demək, burada managementin altından bunu eləyə bilirik. Bu köhnə dərslərimdə də mən göstərmişəm. Bunun altında endpoints var. Web deyirəm. Exposure deyirəm. Exposure-dan include edirəm. Nəyi? Health-ı, infonu, Prometheus-u, metrics.
health infonun parametri olsun matrixi. Bu okeydir. Ondan sonra endpoints'un altında endpoint niyə yoxdur? Ha, bunun altında olmamalıdır. Endpoint. Endpoint'un altında health'ın show details'ini always deyirəm, göstərsin. Ondan sonra metrics deyirəm. Matrix'in altında tagin application'ına Matrix'in altında tagin application'ına house service deyirəm və Spring Dock'un konfigini verirəm. Deyirəm Spring Dock API Docs passini verirəm. V3 API Docs V3 API Docs. Bunun default pass'i nədir ona baxmaq istəyirəm. V3 API Docs'a ehtiyac yoxdur bunu yazmağa. Onda gəlin Swagger UI-ya baxaq. Görək onun şeyi nədir, pass'i nədir. Passi mənə maraqlı gəldi. Passi default olaraq deyəsən set olunmur. Onu da gəlin nə eləyək. Swagger UI etmək. Pass lazım deyil. Özü çünki default olaraq set eləyir. Bu belə yoldaşlar. Konfigurasiyamız belədir. Demək nə edirik? Development-da belə prinsipi başlaya bilərik. Birinci nədən başlayacağam? Birinci başlayacağam mənim model klasslarımdan. Məsləhətdir ki, birinci model klasslarından başlayaq. Demək deyirəm ki, gəlirəm bura. Modelin içində, request'in içində birinci baxaq login request'ə. Login olmaq üçün. Login olmaq üçün birinci data olmalıdır. Private string username olmalıdır və private string password olmalıdır. Burada validation-a istifadə edəcəyik. Not blank deyirəm. Message-ə deyək ki, username is required. Həmçinin not blank deyək bura. Bu message-ə də deyək ki, password is required. Mənim login request-im olacaq. Daha sonra mənim register request-im olmalıdır. Deyirəm ki, register request. Burada data olacaq. Bu login request daxil olmaq üçündür. Register request isə qeydiyyatdan keçmək üçün istifadə olunacaq. Deməli, burada da username olmalıdır. E-mail olmalıdır. Ondan sonra parol olmalıdır. String password. Phone number olmalıdır. Phone number və full name olmalıdır. Bəzi validasiyalar əlavə edək. Məsələn, username-ə not blank, message-ə isə username is required, e-mail-ə not blank, mesaj olaraq email is required. Bu şeyi qoşanmırıq biz. Çünki kömək eləmir, çox maraqlıdır, niyə eləmir, nəysə. Ondan sonra nə edirəm? E-mailin öz annotationu var, formata kömək edən. Message deyirəm, invalid email format. Bunu istifadə edirik. Ət işarəsini filan yoxlayır, olub-olmadığını. Çox advanced yoxlamır, prosto ət işarəsindən sonra simvolun olub-olmadığını yoxlayır. Ondan sonra parolə qoyaq. Parolə də not blank qoymalıyıq. Message, yəni bunlar hamısı mandatordur, göndərilməlidir. Deyirəm, password is required. Və nə edəcəm? Size verəcəm yoldaşlara. Buna deyirəm, minimum 6 olmalıdır. Maksimum 100 simvoldan ibarət ola bilər. Phone number-a da not blank deyirəm. Burada message deyirəm. Deyirəm, phone number is required. Həmçinin bura bir dənə regex verək yoldaşlar. Plus 994-dən başlasın deyə telefon nömrəsindən. Onun üçün pattern-dən istifadə edirəm. Bu da validation-dan gəlir. Bu yox bu. Jakarta validation. Regex regular expression deyirəm. Demək deyirəm ki, plus 994-dən başlamalıdır. Ondan sonra 9 simvol olmalıdır. Belə. Və message deyirəm. Deyirəm, phone must be in format. Nə bilim, plus 999. Belə bir şey. 994. Prinsip okeydir.
Full name-də də hər hansı bir validation qoymayacağıq. Ondan sonra neyləyəcəm yoldaşlar? Bizə login olandan sonra access və refresh tokenlər gələcək. Onda aus response altında yazacağam. Prosto burada bu request-in içində yox, response-un içində olmalıdır. Modelin içində response yaradıb, aus response atıram bura. Bura data yazıram. Bura builder-dan istifadə. No arc eləyək. No arc olar. Builder. Deyirəm private string. Access token. Private string. Refresh token. Copilot söndürmüşəm. Bir dənə sonra baxaq. Copilot. Deyir successful oldun amma enable Copilot. Deyir login olmuşam amma mənə çox çatmadı. Bir dənə sürətli çox üzr istəyirəm şeyə baxacağam. Avto computation olmalıdır. Inline enable full line computation. Okay. Demək, refresh tokeni yazıram. Ondan sonra token tipini verirəm. Token type. Expires in verirəm. Username verirəm. Bir də message deyirəm. Bunlar olacaq bizdə yoldaşlar. Ondan sonra OTP göndərmək üçün bilirik ki, telefon nömrəsi lazımdır. Onun üçün request ilə OTP request klassı yaradıram. Bunda başında bir dənə data. Deyirəm private string, phone number olacaq. Bura bir dənə demək not blank. Əslində bunu login request-də eləmişdik. Yoxsa register request idi bu. Bu ikisini kopyalayıram. Bir dənə kod yoxdur yazmağa. Bu ikisini kopyalayıb da bura verirəm. Phone number is required belə. OTP request klassımızda belə. Sonra OTP-ni verify eləmək üçün lazımdır yoldaşlar bizdə. Bir dənə də request klass yaradarım. Deyirəm OTP verify request data. Burada da yenə eyni şey olacaq. Phone number, bir də kod olacaq. Private string OTP-nin kodu. Burada da not blank deyirəm. Message-də deyirəm ki, OTP code is required. Bir də size verəcəm burada. Minimum 6, maksimum 6, OTP 6 rəqəmli olur deyə. Deyirəm OTP code must be 6 digits. Bu da belə. Request klasslarımız yoldaşlar prinsip hazırdır. Request və response modellərimiz. Ona görə də biz entity-yə keçə bilərik. Bunun üçün DAO package-in içində, entity-nin içində demək nə yaradacam? User entity. Entity atıram. Table deyirəm. Table-ın name-nə users deyirəm. Getter, setter, no arc, no arc, all arc. Bilirsiniz ki, data istifadə eləmək entity səviyyəli klasslarda bad practice. Ona görə belə yazdım. Equals hash kod məsələsinə görə onu araşdıra bilərsiniz. Ki, data yazanda gedib bütün dəyişənlərə görə equals hash kod yaradır. ID verirəm, generated value deyirəm, strategy identity deyirəm, private long ID, private string username, private string email, password, full name, buradan telefon nömrəsini yazaq. Ondan sonra userin role olmalıdır yoldaşlar. Role olması üçün mən modelin içində, inamsın içində user role deyə bir dənə inam yaradıram. Və bu rolun içərisində default user deyə bir dənə role verirəm. Bunun üçün gəlirəm private role yox. Bizim yaratdığımız rol olmalıdır.
yaratdı. User role yaratmışıq. User role. Role deyirəm. Default olaraq nədir? Deyirəm ki, user role user. Okay. Başqa telefon nömrəsinin doğrulanıb doğrulanmadığı. Deyirəm private boolean is verified false. Ondan sonra private boolean is enabled. Enabled bərabər true. Bir də create that, update that əlavə edəcəm. Local date time. Created at private local date time updated at belə. Buna update timestamp annotation verirəm. Column-ın adı da onsuz da default yaradacaq updated at kimi ehtiyac yoxdur. Created at-ə də creation timestamp verəcəm yoldaşlar. Burada prosto column hissəsində bunu updatable false eləyəcəm ki, bunu update eləmək olmasın. Column updatable false. Bunun default dəyəri nədir? True. Okay. Yaxşı, digərlərinə də constraint verəcəm ki, nullable false olsun. Məsəl üçün verəcək rola, column-a demək, nullable false olmalıdır. Column definition-a da ehtiyac yoxdur. Bundan başqa hansına verə bilərik? Telefon nömrəsi də mütləq şəkildə olmalıdır. Telefon nömrəsinə də nullable false verəcəm yoldaşlar. Bir də ki, email-lə username-ə unique true verəcəm. Email-lə username-ə unique true verəcəm. Nullable false verəcəm. Həmçinin burada nullable false verəcəm. Unique true verəcəm. Və belə password da vermişəm, sorry. Bu nullable false olmalıdır. Username olmalıdır belə. Bunu username-ə verək. Və belə prinsipi dəyişənlərimiz belə ID var, username var, email, password, phone number, full name, role is verified, is enabled. Yəni enabled'ı da false eləyək ki, nullable false eləyək ki, dəyər olmalıdır. Enabled'da da column nullable false eləyirəm. Belə prinsipi yoldaşlar. Bu entity klassında bir şey yoxdur. Yəni, qutardı. Ondan sonra bilirik ki, repository düzəltmək lazımdır. Gəlirəm, deyirəm ki, down-un içində, repository-in içində, deməli, user repository interface yaradıram. İstəyən deyirəm, spar repository-dan, user entity, primary key long, optional qaytaracaq, user entity, deyirəm ki, find by username, ondan sonra optional find by phone number, ondan sonra find by email metodlarımız olacaq. Ondan sonra boolean userin username-inə görə exist olub olmadığını yoxlayacağam. E-mail-ə görə həmçinin telefon nömrəsinə görə userin olub olmadığını yoxlayacağam. Exist olub olmadığını yoxlayacağam. Bu belə. Daha sonra konfigurasiyalarımızı istəyirəm verim yoldaşlar. Bizdə Redis-in konfigi var, Rabbit-in konfigi var, həmçinin security ilə bağlı 1-2 dənə konfigimiz var. Birinci yana Redis-in konfigini yazaq. Redis-in konfigi sadə olacaq. Bir dənə bura config package-in içində Redis config yazıram. Bura bir dənə configuration atıram. Bura bir dənə bin atıram. Public string Redis template-dən istifadə edirəm. Deyirəm string Redis template. Buna Redis connection factory daxil olacaq. Hardan gəlir? Redis connection-dan gəlir. Connection factory return edir new string Redis template. Redis template connection factory. Bunun daha advanced konfigurasiyaları var. Mən prosto simple saxlayacağam yoldaşlar. İkinci konfigurasiyamız Rabbit-in konfigidir. Gəlirəm bura, deyirəm ki, Rabbit MQ config və yaxud prosto Rabbit config də deyərlər. Burada yenə configuration annotation atıram. Burada biz nə edəcəyik yoldaşlar? Queue'lar yaradacağıq, exchange-lər yaradacağıq, DLQ-lər yaradacağıq və s.
Burada Q'ların adını filan statik saxlayacağam yuxarıda. Public, static final, string. Birinci exchange'imi saxlayacağım. Məndə bir dənə exchange olacaq. User exchange. Daha sonra public, static final, user string. User register olanda bir dənə Q olacaq. User register Q string routing key olacaq. Routing key ilə prosta belə user register verin. Ondan sonra DL2 olmalıdır. Yəni dead letter Q və dead letter exchange olmalıdır. Onun üçün burada PSV-də deyirəm ki DLX exchange bir dənə də DL2 yaradacağım. PSF user registered DL2. Onu deyirəm user registered DL2. Yəni DL2-ümü yaratdım. Daha sonra indi exchange-lərim, DLX-lərim, DL2-lərim, normal exchange, normal Q bunları yaradacağım. Onun üçün bin annotation-dan istifadə edirəm. Topic exchange deyə bir dənə şey var. IMQP oradan gəlir. Biz Rabbit-in dependency-ni əlavə eləmişdik, oradan gəlir. Deyirəm user exchange, bir dənə topic exchange yaradıram. Daha sonra DLX-in exchange-ini yaradıram. Sağ olsun kömək elədi. Daha sonra nə etməliyəm yoldaşlar? User registerdən Q-sunu yaratmalıyam. Deyirəm public Q var. Bu demək gəlir. IMQP oradan bunu gəlməlidir. Deyirəm user register Q. Bu mənə necə bir köməklik göstərəcək. Səhv elədi. Demək return eləyək. Q builder'dan durable öz Q'mu göndərirəm. User register Q. Daha sonra with argument DLX-i bağlayıram bura. Deyirəm ki X dead letter exchange DLX exchange-ını verirəm bura. Həmçinin with argument X dead letter routing key-mi verirəm. User register DL2-ümdə bağlayıram bura. Və nə edirəm? Build edirəm. Ondan sonra DL2-ümü düzəldirəm. Deyirəm ki bin public Q user register DL2 DL2-də deyirəm ki return Q builder DL2 okey bu düzdür. Sağ olsun bunu kömək elədi. Daha sonra bindingimizi yaratmaq lazımdır yoldaşlar. Bin deyirəm. Public binding. Bu da IMQP oradan gəlir. User registered binding. Səhv elədi. User registered binding. Bunu istəsəz belə bu dədə-baba yanaşmasından da eləyə bilərsiniz. Buradan parametrə gəlir, buradan da eləyə bilərsiniz. Birbaşa olaraq Q gəlir bura. User registered Q və user exchange gəlir bura. Sadəcə olaraq buradan return edirsiniz. Binding builder. Bind metodunu çağırırsınız. Q-nu göndərirsiniz bura. Bunda exchange-ə bind edirsiniz. Routing key. User registerından da bindingini elədik. İndi DL2-ün bindingini eləmək lazımdır. Arkadaşlar, deyirəm bin public binding user register DL2 binding. Bu da yenə parametrə gəlir. Return edirəm, bind edirəm DL2-nün DLX-ə. Bunu da edirəm bura. Bu prostu bu routing key ilə yox, bu birbaşa olaraq registerdən DL2-sinə qoşulmalıdır. User register DL2 belə. The message converter olmalıdır mənim. Bin deyirəm. Public message converter. Bu hardan gəlir? IMQP supportdan gələr yəqin ki. Message converter deyirəm. Jackson 2 message converter deyirəm. Bu standart şeylərdir yoldaşlar. Hər yerdə demək olar ki, konfiqurasiyalar eyni cürdür. Bir dənə də factory-sini yaradacağam. Bin deyirəm.
Rabbit template, Rabbit template, Rabbit template, connection factory gələcək bura. Hansıdır ki, maraqlı söhbətdir. Yəqin interfeysi olan olar. Connection factory, message converter, bu da olacaq yəqin ki. Bu message converter. Rabbit template-ni obyektdən yaradırıq. Connection factory-ni göndəririk içinə. Converter-a da buradakı converter-ı göndəririk və Rabbit template-i yaradırıq. Burada fikir versə, bunun 1000 olmadığına görə bunu siləndən sonra bu error verir. Ona görə də bunun 1000-ni yaratmaq lazımdır. Və belə yoldaşlar, burada başqa bir şey yoxdur. Bir də bizdə security config qalır. Security config-də də bu da sadə olacaq. Deməli, configuration olacaq. Configuration olacaq. Enable web security olacaq. Enable web security. Required arc constructor. Inject, filter. Bunu to-do kimi yazıram bura. Bunu yazacaq indi birazdan. Burada bir dənə bin yaradıram. Əvvəl web configure adapter idi bura. Ondan sonra deprecated edibdir. Yox. Security filter chain-dir bu. Demək security filter chain. HTTP security gəlir bunun parametrin avtomatik. HTTP bilmirəm oradan gəlir. Bu olar da yəqin. HTTP checked exception atacaq bunun içində. Ona görə bunu source-dan belə tuturam. Birinci CSRF-i disable eləmək lazımdır yoldaşlar mütləq şəkildə. Deyirəm CSRF disable. Onu da deyir method reference-dan yaza bilərsən. OK, belə yazırıq. Session stateless deyirəm. Session. Niyə belə deyirik? Session. OK. Session creation policy stateless. Belə məncə sərgəli görsən. Onu sonra deyirəm authorize request. HTTP request. Authorize request. Niyə belə deyirik? AUS. İndi nə edirik? Birinci nə etməliyik yoldaşlar? Biz bəzi şeylər var ki, endpointlar olacaq ki, həmin endpointlərə permit ol vermək lazımdır. Yəni icazə vermək lazımdır girişinə. Request matchers-in içərisində mən mötərizənin içində verə bilərəm bunları. Dırnağın içində verəcəm bir-bir. Deyirəm API, AUS, register olsun. Ondan sonra API AUS login olsun. API AUS OTP olsun. Ondan sonra refresh olsun. API. Demək olar ki, API-larımız qutarıdır belə. Actuator-a icazə verəcəm. After completion bizim işimizə yaramadı. Deyirəm V3 API Docs-a icazə verirəm. Ondan sonra nə gəlirsə. Ondan sonra demək Swagger UI-ya icazə verirəm. Bir də Swagger UI-nin HTML-nə icazə verirəm. Bunlara permit ol deyirəm yoldaşlar. Qalan hamısını authenticated verirəm ki, authenticate olmasın. Bir də filter edirəm before. Bizim GVT authentication filtrimiz olacaq. GVT authentication filtrimiz olacaq. Nə ilə olacaq? Bu username password authentication filter klassına. İndi hansı ki biz onu yazacağıq. Sonra da return edirik. HTTP-nin build-ini çağırırıq buradan. Bununla da məsələ bağlanacaq. İki dənə də şey eləməliyəm. Birincisi authentication manager yaratmaq lazımdır. Authentication manager, authentication configuration. Bu hardan gəlir?
Bu demək gəlir security config-dən. Okay. Config deyirəm elə buna birbaşa. Return edirəm config nöqtə get authentication manager. Burada checked exception atacaq deyə yəqin ki bunu ya sneaky throwsla ya da belə method declare edib bunu belə işlədir. Ondan sonra bir dənə də qaldı ki, bizdə public password encoder yaratmaq. Password encoder'da da bcrypt return edirəm prosto. Bu belə. Bizdə fikir versiyasında burada Gvt authentication filter inject eləmişəm. İndi həmin o Gvt authentication filteri yaratmaq lazımdır. Amma Gvt authentication filter yaradanda bizdə bir-iki dənə şey lazım olacaq orada. Hansı ki, Gvt yaradan servis, refresh token yaradan, Gvt-in içindən, nə bilim, claimləri expire eləyən deməli servis olmalıdır. Hansı ki, Gvt servis deyə bir şeydir. Gvt servis ola bilər, onun adını, nə bilim, Gvt util qoya bilərsiniz. Əslində onun içində çox güclü belə biznes logic yoxdur. Ona görə də bilmirəm nə dərəcədə düzgündür onu layer'ına aid eləmək, servis layer'ına aid eləmək. Ona görə də mən elə onu util klassının içində yazacağam. Əslində onun içindən bəzi value'ları application YAML-dan götürəcəyik deyə ona görə mən elə yazacağam, okey, Gvt servis yazacağam. Gəlirəm bura, servisin içərisində Gvt servis yaradıram. Bura deyirəm servis. Burada bir 2-3 dənə value götürmək lazımdır. Gvt-in secretini götürmək lazımdır. Bir də access-lə refresh token expiration'larını yadınızdakı application YAML-da saxlamışdıq. Onu götürmək lazımdır. Birincisi demək Gvt-in içində secret var idi, onu götürürəm. Private string, Gvt secret. Ondan sonra Gvt-in içindən access token expiration-ı götürürəm. Bir də bura millisaniyə yazaq ki, çaşmayaq da. Yəqin ki, bilirik ki, biz bu millisaniyə kimi yazmışdıq. Bir də onu refresh token üçün edirəm. Millisaniyə kimi götürdüm. İndi nə etməliyik yoldaşlar? Biz burada demək access token generate eləyəcəyik, refresh token generate eləyəcəyik. Ondan sonra extract eləyəcəyik Gvt-in içindən username-i götürəcəyik, yəni rolları götürəcəyik, token validate eləyəcəyik və s. bu kimi şeylər eləyəcəyik. Birinci neyiniyək? Birinci deməli başlamaq istəyirəm. Signing key get eləyən metoddan. Bunun üçün bir dənə private metod yazacağım. Hansı ki, secret key return eləyəcək. Bu demək gəlir JavaScript-odan. Deyirəm get signing key. Deyirəm ki, decoder düzdür. Base 64-ün içindən decoder elə Gvt secreti. Deyirəm key bytes. Decode elə Gvt secreti, sonra da return elə keysin içində bu da buradan gəlir JSON web token-dən. Açmaq SHA key for-un key bytes-ını göndər bura. Bu bizə signing key return eləyəcək. Ondan sonra nə etməliyəm? Ondan sonra access token, refresh tokenlərimi generate eləməliyəm. Deməli, bunun üçün nə edəcəyik? Bunun üçün gəlib deyirəm ki, public string generate access token. Bura authentication obyekti göndərirəm. Authentication demək gələcək spring code. Authentication. Deyirəm ki, authentication nöqtə get principal. Çox üstün. Okay. Principal götürürəm buradan yoldaşlar. Principal bizə userin informasiyalarını verəcək. Bu user details-ə mən imsədəcəm bunu. User details. Və bu belə. Burada nəsə qızarır. There object-də bunu cast eləyəcəm user details-ə. Və bu işləyəcək. Daha sonra nə edirəm? User details-in içindən adamın rollarını məhv eləyəcəm string-ə. Onun içindən get authorities eləyirəm. Bu bizə demək granted authority qaytarır deyəsən. Bunu streamlə
Map eləyirəm nəyə? Granted authority, get authority. To list eləyib mənimsədirəm stringə. Bu da olacaq list string rows. Olacaq rows. Okay, rollarını götürürəm adamın. Daha sonra nə edəcəm? Daha sonra bizdə bir dənə build token deyə bir dənə metod olacaq. Həmin build token içərisində civiti yaratmaq üçün istifadə edəcəyik. Yəni deyirəm ki, return build token, build token user details'in içindən get username'i götürürəm, role götürürəm, access token'i expiration'ı verirəm və access yazıram. Bu deyəcəm bu access-nə. Gəlin o metodumuzu yaradaq, hansı ki token build edən private metod olacaq. Build token. Bura demək nə gələcək? Bura string username, role gələcək, bu düzdür. Long expiration deyək, MS millisaniyə ilə. Bir də bu nə olacaq yoldaşlar? Tokenin tipi. Həmin yəni bizim göndərdiyimiz bu yuxarıdakı tokenin tipidir. Access success göndərəcəm, refresh desə refresh. Və burada nə edirəm? Date. Burada local date ilə işləmir yoldaşlar. Çünki JSON GVT klası o vaxtdan date ilə yazılıb deyə date qəbul edir. Deyirəm date, new date, Java util. Ondan sonra deyirəm date expiry bərabərdir new date. Now-nun içindən və bu date-in içindən də now date. Now-nun içindən get time edirəm, vaxtı götürəcəm. Plus üstə bu da millisaniyədir bu arada. Bilirsiniz də yəqin ki 1 yanvar 1970-ci ildən bu yana nə qədər vaxt keçibsə onu göstərir. Expiration millisecond. Verirəm mənim expire time-ımdır. İndi nə edirəm? GVT-ni generate edirəm. Deyirəm return GVTS JSON web tokenləri gəlir. Builder subject username-i verirəm. Claim verirəm. Deyirəm type claim-i yaradıram bir dənə. Type claim-i token type mənimsədirəm. Daha sonra custom claim başqa bir claim yaradıram. Roles. Həmin roles-a rolu mənimsədirəm. Issued at-ə bu nə vaxt yaranıb token onu mənimsədirəm. Expiration-a demək expire date-i verirəm. Yuxarıda yaratdığım və həmin GVT-ni sign edirəm ilə. Yuxarıda yaratdığım bayaq yaratdığım get sign 2 ilə. Bunu compact edirəm. Və GVT-ni yaradıram. Və yuxarıda access token-də də bu build token çağırmışdım, fikir verdinizsə. Eyni şeyi refresh token üçün deyirəm. Generate refresh token, bu da authentication gəlir. Burada da yenə fərqli bir şey olmayacaq. Burada da bu principle-dan götürürəm bunu. Role-la götürəcəm. Bu dəfə nə edəcəm? Return edəcəm. Build token-dən bir dənə expiration-dan refresh sözü dəyişəcək burada. Buna əlavə edirəm. Demək sign-in-key metodunu yazdıq, access refresh-i yazdıq, generic olan build token metodunu yazdıq. Belə başqa bir şey yoxdur. Baxıram görüm nə var. Məsələn, belə bir metod yazaq. Token içindən public string username extract edelim. Bu bizə lazım olacaq. String token. Bunun üçün nə edəcək yoldaşlar? GVT-nin içindən götürüb subject-i götürmək lazımdır. Yəni o claim-i götürüb claim-in subject-ini götürmək lazımdır. Onun üçün bir dənə get claims deyə metod yaradacağıq. Tokeni göndərəcəyik ora. Oradan da nə edəcəyik? Subject-i götürəcəyik. Onun üçün get claims metodunu yazmaq lazımdır. Burada bir dənə private claims get claims. Okay. Bura bir dənə token gələcək. Return edirəm GVTS parser. Verify edirəm. Nə ilə? Sign-in-key ilə. Build edirəm. Parse signed claims. Token verirəm bura. Buradan da payload-u götürürüm.
Bunlar standartdır yoldaşlar. Demək olar ki, bütün yerlərdə istifadə olunan praktika budur yəni. Username-i götürdüm. Bundan başqa neyniyək? Bundan başqa tokeni validate eləyək. Public boolean validate, bu da bizə lazım olacaq. Validate token. Tokeni götürürük. Get claims eləyək. Claims eləyəndə tokeni göndərəndə gəlin bunu try catch-in içində yazaq. Try catch. GVT exception baş verərsə və yaxud illegal argument exception baş verərsə neynirəm? Return edirəm false. Get claims edirəm. Əgər bir problem baş verməsə true return edirəm. Problem qalmayacaq. Ondan sonra rolları return eləmək istəyirəm. Deyirəm public list string get roles from token. Tokeni götürürəm. Return get claims. Tokeni götürürəm. Get edirəm. Roles'u onda cast edirəm listə. Bu nə deyir? Uncheck list. Burada deyir potensial yəqin ki deyir exception ola bilər. Check eləməmisən bunu. Suppress warning-la bunu exclude eləyə bilərik. Ki göstərməsin o compile time-da. Access token expiration-ı götürə bilərik. Public long get access token expiration millisecond. Deyirəm ki return access token expiration millisecond. Deyir ki bunun başına getter yazdı. Nə dedi tutmadım mı? Bu private-dir. Deyir eləyə bilərsən. Okey, olsun. Eləyə bilərik. Demək get claims yazdıq, access token yazdıq. Username rolları götürən yazdıq. Tokeni validate eləyən metod yazdıq. Build token yazdıq. Bir də neyniyək yoldaşlar? Yadınızdadsa bayaq access tokenə refresh token generate eləmişdim. Bir də bunun overload variantlarını yazacağam. Hansı ki access tokenə refresh tokeni deməli username rola görə getsin, generate eləsin. Burada deyirəm public string generate access token. Access token. Bura bir dənə username gələcək. Username gələcək. Bir dənə də role gələcək. Return eləyəcək aşağıdakı build tokeni. Username-i göndərəcək. Rolları göndərəcək. List of. Demək, Spring-də belə bir şey var ki, yoldaşlar, rolun əvvəlində mütləq şəkildə rol prefiksi olmalıdır. Role refresh token expiration millisecond. Sorry, access token expiration millisecond və access. Eyni şeyi refresh token üçün eləyəcəm. Generate refresh token. Və prinsipi belə yoldaşlar. Bu GVT authentication. Demək GVT service klassımız belə. İndi neynirəm? GVT authentication filtri yazmaq lazımdır. Bunun üçün burada bir dənə filter deyə klass yaradıram. Filterin üstündə GVT auth filter deyə bir dənə klass yaradıram. Komponent olacaq. Required arc constructor. Bu neyniyəcək? Implement eləyəcək. Demək, once per request filterdən class total extend. Once per request filterdən bunun içində bir dənə metod var bilirsiniz ki, to filter internal bunu override eləmək lazımdır. Bununla paraleldə mən bura inject eləyəcəm bayaq ki GVT service klassını. Bir dənə də user details servisi inject eləyəcəm bura. Bunun üçün də başlayıram overriding prosesimi eləməyə. Birinci nə etməliyəm yoldaşlar? Bir dənə metod yazacağam. Private string extract token deyə. Bu HTTP servlet requestdən tokeni götürəcəm. Requestin içindən get header eləyəcəm. Get header. Authorization'ı götürürəm. Token deyirəm. Deyirəm ki, əgər string utils klassı var, demək bu gəlir Apache Commons language-dan. As text
Səhv dedik. Hardan gəlir bu? Spring-in içindən gəlir yəqin ki. Okay, hashtags, error token, yəni token və kömək elə Bearer-la başlayırsa, okey. Token Bearer-dan sonrakı, yəni token pure civitin özünü, tokenin özünü götürürəm. Əks halda null return edirəm. İndi burada nə edirəm? Deyirəm ki, string token bərabər extract token. Tokeni extract edirəm, aşağıdakı metodu çağıraraq. Deyirəm, əgər token nulldan fərqlidirsə, yəni tokenin varsa və civiti servisin içindən tokeni validate edirəm. Oqdursa, nə etməliyəm? Civiti servisin içindən username'i götürürəm. Get username from token. Username. Tokeni götürürəm. Token götürəndən sonra nə etməliyəm? Başa user details servisin içindən load user by username metodunu çağırıram. Username'i göndərirəm bura. Useri tapacağam. Daha sonra nə edirəm? Bu load user by username user details servisin içindən gəlir. Lazım olsa override eləyək. Daha sonra deyim ki, new username password authentication token o hardan gəlir? Security-dən. Bu fikir versə bizdən nə istəyir? Bizdən deməli istəyir. Principal istəyir bizdən. Biz bura user details-i göndərəcəyik. Bu credentials-da bura null verirəm. Bir də authority-lərini göndərəcəyik. User details-in içindən get authorities göndərirəm. Və bura nə deyək? House authentication, nə bilim, belə bir şey. Bunun type-ı yəni budur. Line uzun olur deyə ona görə birbaşa olaraq var mənim səhvim bunu belə. Ondan sonra authentication-ın set details-nə nəyi mənimsədirəm yoldaşlar? New web authentication details source deyirəm. Build details request-i göndərirəm bura. Bir də security context-i set eləməliyəm. Authentication security context holder nöqtə get context nöqtə set authentication-ı mənimsətməliyim. Filter chain, do filter, request response. Bu da standart şeydir yoldaşlar. Demək olar ki, bu yanaşma da standart yanaşmadır. Yəni internetdəki nümunələrin çoxusuna baxsaz, demək olar ki, çox adam bu yanaşmadan istifadə edir. 48 dəqiqədir ki, vibe coding edirik. Okay, demək bizdə entity layer qutardı. Repository'mizi yazdıq, security'mizi yazdıq. Burada bir dənə security config-də bunu inject eləyək. Yəni private final, GVT aus filter, GVT aus authentication filter. Bunu elədik. DTO-larımız hazırdır yoldaşlar. Artıq məncə servis layer-ə keçə bilərik. Burada bir dənə discomfort var idi. Bayaq yadınızdadırsa dedimsə, bizə lazımdırsa, gəlib bu user detail servisi eləyərik, override eləyərik. Bu normalda Spring-in özünün user detail servisi bizim işimizə yaramır. Mən özümüzün custom user detail servisimiz olacaq bir dənə, onu yaratmaq istəyirəm. Burada service package-in içində belə bir dənə class yaradacağam. Custom user details service deyə. Bir dənə servis atıram, bir də required args atıram. Private final user repository'mizi yaratmışdıq, onu yazıram. Bir də bu implement eləyəcək Spring-in user detail servisini. Bunun içində load user by username deyə metod var, onu override edirik. Buradan nə edirəm? Deyirəm ki, var user bərabər user repo find by username. Username'i göndərirəm bura. Oraya throw tapmasa, neylə tapmasa, new username not found exception. Spring-in özündən gəlir. Onu birbaşa olaraq yazır. Fields username. Belə bir şey.
Daha sonra nə edirəm? Deyirəm ki, return new user. Bu user amma hardan gələcək? Elə Spring-in özündən. Dedim konstruktoruna baxsaq burada. Burada username, parol enabled'dır, yoxsa enabled deyilmi? Bəzi parametrlər göndərirəm. Deyirəm deməli userin get username'i, sonra password'ını göndərirəm. Username nöqtə user. User nöqtə get password. User nöqtə is enabled. Bu niyə belədir? Get is enabled. Get is enabled. Adan şey vermişik. Bu booleanlarda biraz problemdir. Enabled deyirəm. Enabled'ımı deyilmi onu göndərirəm. Bu parametr var burada 3 dənə. İndi göstərəcəm onları. Onları true mənimsə edirəm. Bir də rollarını set edirəm yoldaşlar. List of deyirəm. New simple granted authority içərisində role prefix'indən user'ın rolunu götürdüm. Burada account non-expired'dır, credential non-expired'dır, account null-lock'dur. Bunların hamısını true göndərirəm ki, yəni bu şərtlərin hamısı məndə ödənir. Və bu user details'in öz userini burada return edirəm. Və Civita House filter'da burada əslində bu user details servis var idi. Burada əslində işləyən mənim öz user details servisim olacaq burada. Hansı ki custom user details servisdir. Bunun öz bini var. Prosta bozarıb bu. Buna baxmaq istəyirəm ki, niyə bozarıb bu. Okey, işləyər də yəqin ki. Yaxşı. Demək servis tərəfə baxmaq istəyirəm yoldaşlar. Servis tərəfdə bizdə bir neçə dənə servis olacaq. Hansı ki, OTP servisi olsun, SMS servisi olsun və s. Birinci elə yazmaq istəyirəm SMS servisi. SMS servis deyə bir dənə servis yaradıram. SMS servis. Burada bir dənə servis yazıram. Require AUX. Deməli, value ilə Twilio-nun içindən account-un ID-sini götürürəm. Account ID. Daha sonra Twilio-dan account tokeni götürürəm. Bunu da buradan. Bir dənə də value-da Twilio from number. Okey. Uşaqlar, mən bunu belə yazmağıma baxmayın. Bu best practice sayılmır. Hər dəfə sizdə əgər application YAML-ınızda çoxlu dynamic value varsa, məsələn, məndə 3 dənədir. Bunların hamısını belə value ilə çalışın inject eləməyin. Bir dənə klassa çıxardın, property kimi onları oxuyun, prefixlə. Configuration property idi deyəsən, səhv eləmirəmsə annotation-ın adı. Mən prosta biz demo projekt yazırıq deyə ona görə də bunu belə yazıram. Amma dedim, burada niyə? Çünki siz hər dəfə value annotation-ı inject edəcəksə, burada arxada bir dənə proxy obyekt yaranır hər dəfə. Bilirsiniz ki, Spring 85-90% proxy design pattern-la işləyir. Bu hər dəfə hər value-nu inject edəndə gedib proxy obyekt yaradır. Hər value annotation-ında. Amma bir dənə configuration properties-in içində yazsaz klassla internetdən baxın, rahatdır. Eləsin oxsaz, yəni daha məsləhət olur. İndi nə edirəm? Gəlirəm post construct-la public void, bir dənə int metod yazıram. Deyirəm ki, Twilio-nun içində com Twilio-dan gəlir. Init metodunu çağırıram. Account ID ilə tokeni verirəm bura. Gəlin hətta bunu loglayaq. Deyirəm ki, log info Twilio initialized with account. Mesela session ID-ni saxlamaq düzgün deyil. Ona görə prosto Twilio initialized yazıram. Və bir dənə də metod yazıram. Deyirəm public boolean send SMS. To number yazıram. Bir də message body yazıram. Message-in contenti nə olsun?
Yəni try catch blokun içərisində, çünki exception baş verə bilər. Exception çıxma case'ində deyirəm ki, bir dənə log errorda nə bilim fail to send SMS to number deyirəm, message-in bodysini göndərirəm. Throwable lazım deyil, belə göndərsə kifayət. Return edirəm false. Swallow edirəm burada bir növ. Bir də deyirəm ki, message hansı ki, Twilio'dan gəlir. Twilio'dan gəlir. Deyirəm creator olmadıq. Message deməli. Burada bir çox message var. Hansı message'dir? REST API var. Creator. So, create. Bu nə istəyir yoldaşa? Phone number obyekti istəyir. Burada deyirəm ki, new phone number. Bu da Twilio'dan gəlir hamısı. To number deyirəm. New from number deyirəm. Bura baxsaq, to from istəyir. Əslində tərsinə olmalı. From to. Bunun yeri nəsə dəyişikdir. Create deyirəm. Bunu yaradıram. Burada deyirəm ki, var message obyekti. Mənə qaytaracaq. Deyirəm log info. Nə bilim SMS send to SID okey eləmirik. Send to belə bir dənə şey to number dedik ki, onda loqlanmayacaq. Okey. Yaxşı. Bu belə olsun yoldaşlar. Burada return eləmək yadımdan çıxdı. Yəni prinsipi burada başqa bir şey eləməyə ehtiyac yox. Bu dəyişəni istifadə eləmədik deyəsən də, bunu da silə bilərik. Belə. İstəmirəm loqo yazım. ID-ni filan ona görə. Ondan sonra istəyirəm nəyə baxaq yoldaşlar? İstəyirəm baxaq, deməli, OTP servisə baxaq. Neyniyəcəm? Deməli, bir dənə servis yaradıram. Görün neçə dəqiqə. 57 dəqiqə olub. Okay. Bu part 1-dir, bu aus servisin. Part 2 ilə davam eləyərik.